Neçə dənə fürsət var Ramazan ayında bizlərə verilir. Biri fürsət verilir ki, iradəmizi gücləndirək. Ramazan ayı iradəni gücləndirmək fürsətidir. Problemlərin çoxu, günahların çoxu, zəifliklərin çoxu iradənin güclü olmamasıdır, iradə zəifliyidir. Çox insanlar iradənin zəifliyindən əziyyət çəkirlər. Deyirlər, bilirəm bunu eləməməliyəm, bacarmıram. Bilirəm ki, getməməliyəm, gedirəm. Bilirəm ki, bu günah eləməməliyəm, bu adətə düçar olmamalıyam, giriftar olmamalıyam, amma bacarmıram. Belə bir dərddə insanlar çoxdur. İradə zəifliyinin nəticəsidir. Ramazan ayı iradə gücləndirir insanda. Ən ibtidai ehtiyaclarımız yemək içməkdir. Ən ibtidai, üzr istəyirəm, heyvani istəklərdir insanın. Yəni insanın bir sıra istəkləri var ki, onun adını heyvani qoymaq olar. Bu insanı söymək, təhqir eləmək deyil. Yəni bu maddi heyvani istəklərdir ki, ibtidai. Onlarla insan mübarizə aparır. Ən zəruri ehtiyaclardır. Gündə o tələblər var ki, insan yesin, içsin, amma müəyyən saatlarda insan bunlara qarşı gedir. Və bu iradəni gücləndirir. Bunu bacararsansa Allah başa salır, günahdan çəkinməyi çoxdan bacararsan. Bu güc səndə var ki, ibtidai ehtiyacları ödəməyəsən mənə görə, çəkinəsən, deməli səndə bu güc var, bu iradə var ki, sən günahdan çəkinəsən. Ramazan ayı bir fürsətdir. Ya eyyuhəl-ləzinə amenu. Bir daha bu ayəni oxuyuram. Bu ayələr məclisə nur gətirir deyə bu ayələrə işarə eləmək istəyirəm. Ya eyyuhəl-ləzinə amenu. Kutibə aleykumus-siyam. Ey iman gətirənlər, oruc sizə vacib edildi. Bir adam, bir nəfər alim deyirdi ki, orucun bütün çətinliyi, yay orucu, isti günün orucu, bütün çətinliyi bu bir kəlmədə deyir, aradan gedir. Ya eyyuhəl-ləzinə amenu. Ey iman gətirənlər. Allahın müraciəti ki, adamın qulağına çatır ki, Allah məni gör nə sayıb ki, mənə müraciət eləyir. Ey mömin, ey mənim mömin bəndəm, kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Kəma kutibə aləl-ləzinə min qablikum. Necə ki, sizdən əvvəlkilərə vacib edilmişdi, ləalləkum təttəqun. Ki, bəlkə pəhrizkarlardan, bəlkə təqvalılardan olasınız. Oruc təqva xüsusiyyətini insanda formalaşdırır. Oruc sövq eləyir ki, insan qərar versin ki, daha günah eləməyəcəm. İnsanın qərar verməsi çox mühüm məsələdir. Əməldən çox mühüm olan insan nə fikirdədir ki, sən dəfələrdə bunu demişəm. Neynəmək istəyir? Nəyə qərarlıdır? Bu çox mühüm məsələdir. Nəyə qərarlıdır insan? Bu çox vacib məsələdir. Ramazan ayında qərar versin ki, günahdan çəkinin. Peyğəmbər səhabələri ilə gedir. Həzrət Peyğəmbər salavatullah öz səhabələri ilə gedir. Birdən görürlər ki, dayandı. Dedi ki, indi bir şəxs gələcək, bizə yaxınlaşacaq ki, cənnət əhlindəndir. Və yaxud da, qoy mətni dəqiq olsun Ramazan ayıdır. Deyəsən belə buyurur ki, bir şəxs bizə gəlir ki, 3 gündür şeytan ona toxunmur. Bəli, belə buyurur. 3 gündür şeytan ona yaxın düşə bilmir. 3 gündür şeytan ona toxunmur. Görürlər bir ərəb gəlir, gözləri çuxura düşmüş, yorğun bir vəziyyətdə, gəlir yaxınlaşan kimi deyir, mən Rəsulullah. Peyğəmbər kimdir? Peyğəmbəri göstərirlər, gəlir deyir, ya Rəsulallah, 3 gündür qərara gəlmişəm ki, müsəlman olum. Sizə axtarıram ki, iman gətirim. Evimdən çıxmışam, 3 gündür bu qərardayam ki, müsəlman olum. Peyğəmbər ona başa salır ki, şəhadəteyni dinən, şəhadəteyni dilinə gətirir, şəhadət kəlməsini deyir. Ondan sonra Peyğəmbər ona buyurur ki, namaz qılmalısan, oruç tutmalısan, səadətə çatmağın yolunu danışır. Zəkat verməlisən, imkanın olsa ömürdə bircə dəfə həcdə olmalısan, vacib həcc bir dəfədə ömürdə və s. danışır. Bərz edir ki, ya Rəsulallah, baş üstə anladım, icazə verin, gedim. Bu gedir, yolda Peyğəmbər buyurur ki, həmin ərəb dünyadan köçdü, yaxındakı sahabələrə deyir. Deyirlər, necə oldu, deyir, dəvəsi düşdü quyuya, çuxura, bu yıxıldı dəvədən, başı dəydi daşa, dünyasını dəyişdi. Qayıdaq, gedək onu dəfn eləyək.
Peyğəmbər gəlir, çadır qurur, onun bədənini qoyur çadırın içində, onu özü şəxsən qüsul verir, kəfənə bükür və görürlər alnı tərləmiş halda Peyğəmbər çıxır, deyir ki, çox mələklər, böyük sayda mələklər gəliblər onu təşrih cənazəsinə. Onu salamla, salavatla cənnətə daxil elədilər. Axı, bu heç bir rükət namaz da qılmamışdı, oruc da tutmamışdı. Əsas budur ki, qərarlı idi eləməyə. Və bu mühüm mövzudur. Əsas budur ki, qərara gəlmişdi ki, eləyəcək və Allah bunu istəyir bizdən. Əməldən vacib olan budur ki, hara getmək istəyirəm, hansı istiqamətdəyəm, niyyətin haradısa mənzilin də oradır. İstəyin nədirsə o istəyi verəcəklər insana. Yolda yarımçıq da qalsa. İnsan arzulayır ki, Allaha qovuşsun, 50 ildə dünyasını dəyişir, Allahın kərəmi bu qədərdir ki, insanın arzusunu ona versin qiyamətdə, istəyini ona versin. Ramazan ayında iradə eləmək mühümdür, qərara gəlmək mühümdür. Qərara gəlməklə insan çox böyük məqamlara çata bilir. İnsan özündən gərək ümidsiz olmasın, bacarmaram deməsin. Naümidlik çox pis şeydir. Ramazan ayı iradəni gücləndirir və deyir, sən bacararsan. Bir halda ki, vacibləri, sənə zəruri olan ehtiyacları tərk edirsən, günahdan da çəkinə bilərsən. Heç vaxt Allahdan insan gərək ümidini itirməsin. İmam Rıza Aleyhisselamın yanına gəldi, bir nəfər Əhməd ibn Muhammed adında dedi ki, Yəbnə Rəsulullah, ey Peyğəmbərin övladı, mən bir dua eləyirəm uzun müddətdir, qəbul olmur da ümidsiz olmuşam. Ümidimi itirmişəm və qəbul olacağını düşünmürəm. İmam Rıza Aleyhisselam dedi ki, mənim cəddim İmam Baqir buyurur ki, insanların çox duaları var ki, Allah qəbul eləyir, amma təxirə salır. Qəbul eləyir, amma deyir, biraz gec verin. Ondan sonra buyurur ki, diqqətli ol ki, şeytan bu fürsəti gəzir ki, insan özündən ümidsiz ola, Allahdan ümidsiz ola. Şeytan üçün ən xüsusi fürsətdir bu ki, insana ümidsizliyi aşılasın. Hər bir işdə ümidsiz oldun, bil ki, bu şeytandan gələn bir şeydir. Ondan sonra İmam Rıza Aleyhisselam ona dedi ki, mən İmam Rıza sənə bir şey söz versəm, bilərsən ki, eləyərəm, inanarsan. Dedi, əlbəttə ki, siz vədə verəsiniz, vədəyə xilaf çıxasınız. Deyib, bəs mənim və sənin Allahın, mən İmam Rızanın Allahı, sənə deyir, ud'uni əstəcib ləkum, çağır, mən də cavab verim, dua elə, mən də verim, sən ona necə ümidsiz yanaşırsan. Ümid çox yaxşı şeydir. Ümid səbəb olur ki, bütün xeyirlər insana tərəf gəlsin. İradə səbəb olur, bir şeyi qərarlaşdırmaq çox mühüm məsələdir. İnsan ümid elədikcə Allahın inayəti onun üzərindədir. Nə zaman sən məyus oldu, naümid oldu, müxtəlif sarsıntılara düçar olur və öz yolundan, Allahın yolundan uzaqlaşır. Ona görə də bu iradə yaradır insanda. Mübarək Ramazan ayının orucu. İkinci, Ramazan ayının orucu bizdə Allahla barışmaq üçün fürsət yaradır. Allahdan küsmüşük biz. Günah eləməyin mənası budur ki, biz Allahdan küsmüşük. Həmişə Allahın qapısı bizim üzümüzə açıqdır. Amma il ərzində Allahla barışmaq üçün ən münasib fürsət mübarək Ramazan ayıdır. Odur ki, Peyğəmbər buyurur ki, bir adam Ramazan ayında bağışlanmasa nə zaman bağışlanacaq? Peyğəmbər buyurur. Buyurur, ən bədbəxt adam kimdir? Ən bədbəxt adam ki, hamı gərək onun halına acısın ki, bu nə yazıq adamdır. Hamı baxsın onun halına acısın. Peyğəmbər buyurur, ən bədbəxt adam bu ay gəlib gedib, bu bağışlanmayıb. Ramazan ayı daxil olur, çıxır, bağışlanmayan adam ən bədbəxt insandır. Ondan bədbəxti yoxdur dünyada. Rəhmətin yağış kimi göydən yağdığı vaxtda o rəhmətdən qaçıb hansısa bir damın altına girən insan doğrudan da bədbəxt bir insandır. Rəhmət yağışı hər yerdən əhatə eləyib insanları. Nəcəb hiss eləmir insan. Mümkün deyil. Mən sizə sual verirəm, özünüz də baxın ki, dünən axşamdan özünüz hiss eləyirsiniz ki, artıq ay daxil olandan insanın vəziyyəti dəyişir. Bu Allahın möcüzəsidir.
Bunu heç bir dillə izah eləmək olmur. Namaza oyanmaq başqa cür olur, ibadətə tövfiqat başqa cür olur, ibadət eləməyə müvəffəqiyyət əldə edir insan. Başqa vaxt eləmədiyi şeyləri indi rahat eləyə bilir. Axı bu nə fərq oldu? Şəbanın 30-unun da orucunu tutursan, Ramazan ayının birinin də. Yenə görürsən ki, Ramazan ayı daxil oldu, başqa cür olur. Şəban ayının 30-unda orucunun savabı var. Amma bu ay daxil olandan sonra insan özü hiss edir ki, necə rəhmətin əhatəsindədir. Mən özüm üçün və başqaları üçün bunu tövsiyə edirəm ki, Allahın varlığının ən böyük sübutlarından biri də mübarək Ramazan ayıdır. Bu Allah'a göstərir insanlara ki, yəni necə bir bərəkətli aydır. İnsan necə az qalmaqla, susuz qalmaqla hansı nemətlərə müvəffəq ola bilir. Odur ki, Allahla barışmaq ayıdır bu ay. Allah çox mehribandır, hamıya qarşı mehribandır. Allah bəndələrinə qarşı çox rəhimlidir. Allah çox rəhmət nəzəri ilə baxır. Mən bunu köhnə kitablarda da yazılıb bu kitab. Mən də bu hadisə, mən də sizə danışmışam, eşitmişsiniz, kitablardan da oxumusunuz. Bir nəfər Allaha yaxın övliyalardan bir nəfər deyir ki, gördüm ki, bir əqrəb tələsə-tələsə harasa gedir, tələsir. Deyim, mən diqqətimi çəkdi, dedim, görəsən nəsə bəlkə bir məmuriyyəti var, bu ağılsız heyvan da olsa, Allahdan buna nəsə bir ilham gəlib, bu tələsə-tələsə arasa gedir. Deyim, mən başladım onu izləməyə, gördüm, hətta bir gölməçəyə yaxınlaşdı, bir qurbağanın üstünə mindi, o da onu keçirtdi gölməçəni, gördüm, tələsə-tələsə gedir, mən də qasa-qasa gəlirəm bunun dalıcan ki, bu hara gedir. Gəldim, gördüm, bir ağacın altında bir gənc oğlan uzanıb, ilan hazırlaşıb onu vurmağa, bu əqrəb deyir, ilanı sancdı və aralandı, ilanı öldürdü. Deyir, mən təəccüb elədim ki, Allah bir nəfəri də oradan xilas eləmək üçün bir varlığı məmur eləyir ki, ged onun həyatını xilas elə. Bu istisna bir haldır ki, görəsən, nəyə görə belə oldu deyə gözlədim, bu cavan yuxudan oyansın. Yuxudan oyananda gördüm ki, bu içki içib yatıb, içki qoxusu, şərab qoxusu gəlir bundan, günah eləyib yatıb, uzanıb yatıb. Deyir, mən soruşdum ki, sən nə yaxşılığın var, görəsən neynəmişdin, belə bir hadisə qabağıma çıxdı, səni indi bir əqrəb ölümdən qutardı, sən ölümlə qarşılaşmalıydın, Allahın təqdiri səni ölümdən qutardı. Deyir, yadıva sal görüm, neynəmsən? Deyir, evdən çıxırdım ki, gedəm pul tapam, şərab içmək üçün. Anam mənə dedi ki, oğul, dəstəmaz almaq istəyirəm, su qabını doldur. Doldurdum, qabı verdim ona, getdim. Yolda bir ruhani alim gördüm, yaşlı adam idi, miniyinə minə bilmirdi. Dedi, oğlum, xahiş edirəm, gəl minidən tut, mən minə bilim, ona kömək elədim. Sonra getdim, pulu tapdım, şərab aldım, artıq qalanını Allah yolunda bir fəqir vardı, ona verdim. Deyir, Allah bu yaxşılıqlarına görə sənə inayət elədi, səni qorudu, sənə fürsət verdi islah olmağa. Ya mən əzhərəl cəmil və sətərəl qəbih. Ey o Allah ki, yaxşılıqları aşkar eləyir, pislikləri gizlədir. Bəziləri ürəklənir belə hədis eşidəndə ki, görsən elə namaz qılmasan, içki içəndə ürəyin təmiz olsa bəsdir. Amma bunu mən bu mənada demədim ki, o sözü deyənlərə dəlil verim ki, əşki ürəyin təmiz olsun, içkiyat özün üçün əsas ürək təmiz olsun. Yox, məqsədim budur. Məqsədim odur ki, Allahın rəhməti o qədərdir ki, bir yaxşılığın nəticəsində deyir, o arif vasitəsilə oğlan hidayət tapır. Gətirir bir həşəratın, əqrəbin dili ilə nəsihət eləyir. Niyə onun diqqətini çəkməli idi? Niyə onun dalıca düşməli idi? Niyə bu hadisə baş verməli idi? Sonra da ki, nə qədər əqrəblər, nə qədər insanların həyatını xilas eləyib, nəyəsə görə. Axı, bu bir dənəsidir ki, diqqəti çəkib. Allahın insanlarla davranmasının, belə deyək, prinsipləri rəhmət əsasındadır, mərhəmət əsasındadır. Əleyhissalam buyurur, kəm min qəbixin sətərtəhu, nə qədər mənim pisliklərimi örtmüsən, yaxşılıqlarımı üzə çıxartmısan. Bu ayda insan başa düşə ki, hansı məqamlara çata bilər, hara